Dünyanın ən nəhəng media qurumlarından biri Britaniya Yayım Korporasiyası, yəni BBC erməni separatizminin ruporuna çevrilib. Yarandığı gündən öz nizamnaməsində qərəzsizlik vacib prinsip elan edən bu mətbu orqanın son fəaliyyəti həm özünün informasiya siyasətinə, həm də Azərbaycanın ərazi bütövlüyünə qəsdi. Bu isə öz növbəsində BBC-nin Azərbaycandakı fəaliyyəti üçün də çoxlu suallar yaradır. Mütəmadi olaraq anti-Azərbaycan fəaliyyəti ilə gündəmə gələn BBC televiziyası bu dəfə də obyektiv informasiya siyasətinin üzərindən xətt çəkib. Belə ki, qondarma rejimin dırnaqarası müstəqillik günü ərəfəsində separatçı qalıqlarından biri Artak Beqlaryana telekanalın The Context verilişində tribuna verilib. Beqlaryanla birgə 44 günlük müharibə zamanı Azərbaycanın suverenliyinə qarşı musiqi və klip təqdim edən ABŞ əsilli System of a Down qrupunun keçmiş solisti Serj Tankian da erməni separatizminin təbliği üçün BBC tribunasından istifadə edib. Öz nizamnaməsində bütün materiallarda lazımi qərəzsizliyə nail olmağa sadiqliyi və tamaşaçıların etimadını əsas hesab edən BBC-nin bu addımı əslində yalanın təbliği ilə məşğul olduğunun sübutudur. Bir sözlə, indi də Britaniya Yayım Korporasiyası Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. Separatçılığı təbliğ etmək, onu dəstəkləmək beynəlxalq hüquqla cinayətdir. Beynəlxalq hüququn norma prinsiplərinə ziddir. Bugün bölgədə baş verən hadisələrdə biz BBC və digər beynəlxalq platformalardan, telekampanyalardan, media qurumlarından doğruluğu gözləyirik, düzgünlüyü gözləyirik. BBC canlı bağlantının həyata keçirildiyi məkanın adını Xankəndi kimi qeyd etsə də, qonaq kimi efirə dəvət etdiyi simasızların çıxışları teleşirkətin malik olduğu geniş auditoriyada çaşqınlıq yaratmağa xidmət edir. Üstəlik bu korporasiya Birləşmiş Krallığın ictimai televiziyası statusundadır və belə yayım siyasəti həm də BBC-nin maliyyə mənbəyini, mənsub olduğu Britaniya hökumətini töhmət altında saxlayır. Eyni zamanda televiziyanın Azərbaycandakı fəaliyyətini gündəmə gətirir. Baxmayaraq ki, 94-cü ildən Azərbaycanda fəaliyyət göstərirlər, onların fəaliyyəti üçün çox normal bir şərait yaradılıb. Amma təəssüflər olsun ki, son aylarda artıq BBC fəaliyyətində Azərbaycana qarşı olduqca qərəzli mövqe nümayiş etdirir. Biz sadəcə etiraz səsimizi qaldırmaqla deyil, həm də onların fəaliyyətinin Azərbaycanda qənaətbəxş olub-olmaması məsələsinə bir daha baxmalıyıq. Dünyada anti-Azərbaycan təbliğatı ilə məşğul olan media qurumlarının dezinformasiya və fake news orqanına çevrilməsinə çox şahid olmuşuq. BBC separatçılığa söykənən kontenti ilə həm özünün nizamnaməsinə zidd fəaliyyət göstərdiyini, həm də Azərbaycanın suverenliyini saymadığını sübut etdi. Hər bir halda özünü qərəzsiz kimi təqdim edən televiziya istənilən tərəfin münasibətinə yer verməlidir. Bu məsələdə isə Britaniyanın media qurumu əsas tərəf olan Azərbaycanın mövqeyinə yer vermək əvəzinə mağazada boş rəflərin qarşısında dayanaraq saxta aclıq şousu göstərən hansısa erməni separatçısının mövqeyini ciddi formada təqdim etməyi seçib. Görünür, BBC də erməni yalanlarının əsas rupor olmaqda maraqlıdır. Azərbaycan isə heç bir halda bu yalan maşınının şütüməsinə imkan verməyəcək və özünün informasiya təhlükəsizliyi üçün praktik addımlar atmağa məcbur olacaq. Rüstəm Mikayılzadə, Elçin Taxiyev, Rauf Məmmədov, ASTV Xəbər.